dostlar, hamınız gəlin. Ağstafa Gənclər Evi gəlsin. Hə, indi nədən deyək, nədən danışaq? Çala, kostyumları hardan götürmüş? Özümüz tikdirik, amma bu onlar Qazan Dram Teatrına buradan da təşəkkür edirəm onlara bizə dəstək olduqları üçün. Coşqun müəllim. Təbrik edirəm uşaqlar. Həmişə siz fərqlisiniz. Yəni yumorun zövqünü bilirsiniz, yumorun necə təqdim etməyi bilirsiniz. Müasir yumoru bilirsiniz. Ssenari kim yazıb? Ssenarini mənlə Şəfəq xanım yazırıq adətən. Bütün hissələr. İdeyanı mən verirəm. Bir yerdə oturub yazırıq. Amma bu ideya mənim ideyam idi. İdeya sizindir. O yadda saxlayın, bir öyrədirəm mən sizi. Yanaşma. Müasir yanaşma. Fərqli yanaşma. Müasir yox, fərqli yanaşma. Təbrik edirəm. Əziyyət var, zəhmət var, gülüş var, oyun var. Təşəkkür edirik Coşqun müəllim. Musiqinin sonunda Afaq xanımın da səsi gəlir. Afaq xanımı salamlayırıq buradan. Afaq xanımla bərabər yola başlamışdı Ağstafa Gənclər və Kübra xanım. Kübra xanım burada fikir bildirmir hələ ki. Rafael müəllim, siz də fikrinizi tamamlayın. Baxdınız Göygölün çıxışına, yoxsa baxanlar olub da, kim baxıb? Sözdə kim baxıb? Arxadan var idi. Necə idi? İndi kimi çıxardım, sizi çıxardım, onları çıxardım. Mən sizi də çox bəyəndim. Böyük iş görmüsünüz. Kostyum var burada. Burada qrim var, burada alın təri var. Böyük iş qoymuşsunuz ortaya. Sənin şəxsən əvvəl gündən bu qrimin, kostyumun, əziyyətin çox hissəsi sənin də boynuna düşüb. Çatdırdınız, güldürdünüz. Yəni, sabah kimsə də bu şən gəncdən çıxıb gedəndən sonra bizdən inciməyin, xətirinizə dəyməsin. Yenə deyirəm, sizə demirəm, bir qərar verilməyim. Yəni, davam edin. İşinizi davam edin, istedatlısınız. Bu işi davam edin.